Salam əziz izləyicilər, hər vaxtınız xeyirli uğurlu olsun. Mən Gülnar, Azərbaycan dili müəllimiyəm. Bugün sizinlə birlikdə çoxmənalı sözlər və amonimlərin fərqlərinə baxacağıq. Biz onları necə ayırd edə bilərik? Onlar arasında hansı fərqlər var? Bu suallara videomuzda cavab tapacaqsınız. Dedik ki, çoxmənalı sözlər və amonimlər bir-birindən necə fərqlənir? Bunu müəyyən edəcəyik. Gəlin bir çoxmənalı söz yazaq. Baş. Bir neçə amonim söz yazaq. Məsələn, bal, it məsəl üçün. Çoxmənalı söz dedik ki, baş sözü. Baş sözünün məcazi mənası, yəni çoxmənalı budur ki, bir var insanın başı, bir də var ki, şkafın başı məsəl üçün. İnsanın başı da bədənin ən yuxarı, ən üst hissəsində yerləşən bir hissəsidir. Şkafın başı şkafın ən üstü. Məsələn, tutalım ki, lövhənin başı, lövhənin ən üst hissəsi. Yəni bu nəzərdə tutulur. Görürsünüzmü? Mənalar arasında müəyyən yaxınlıq var da. İnsanın başı, şkafın başı. Mənalar arasında yaxınlıq oldu. İndi gəlin bir amonim mənalarına baxaq. Bal sözü. Bir var ki, qida, arıların hazırladığı bal. Bir var ki, rəqs gecəsi bal. Bir də imtahanda topladığınız xal, bal. Yəni, 3 mənası var. Bu mənaların hər hansı biri digərlə bir yaxınlıq, uyğunluq təşkil edirmi? Məsələn, yediyimiz balla, imtahanda topladığımız balın və yaxud da rəqs gecəsi olan balın hər hansı bir əlaqəsi varmı? Yoxdur. Ona görə də biz deyirik ki, amonimlərdə mənalar arasında yaxınlıq olmur. Gəlin, hər fərq tapdıqca bura yazaq. Hər dəfə nə fərq tapırıq, onları bura qeyd edək. Çoxmənalı sözlər. Çoxmənalı. Bir də amonimlər. Çoxmənalılarda mənalar arasında yaxınlıq olur. Uyğunluq olur. Arasında uyğunluq. Amma amonimlərdə isə mənalar tamamilə fərqli. Mənalar bir-birlə yaxın olunur, uyğunluq olur. Keçdik növbəti məsələyə. Amonimlər həm eyni, həm də müxtəlif diksiyələrə aid olur. Məsələn, bal sözünün 3 dənə mənası var idi, 3-ü də isim idi. İt sözünün 2 mənası var. Biri isimdir, heyvan mənasında it. Bir də var ki, qələmi itdir, nəyisə itirmək, nəyisə yoxa çıxması. Bu zaman hərəkət bildirir, yəni fe'l olur. Lakin nə qədər çox mənalı söz tapırıq tapa, hər biri eyni diksiyasına aid olur. Bu da bizim olacaq 3-cü fərqimiz. Deməli, çoxmənalı sözlər yalnız eyni diksiyasına aid olur, yalnız eyni diksiyası. Amonimlər isə həm eyni, həm də müxtəlif diksiyasına aid ola bilər. Müxtəlif diksiyasına mənsub ola bilər. Üçüncü bir fərqimiz, onlar məcazi mənada olur. Yəni, çoxmənalı sözün, yazıram burada çoxmənalı. Çoxmənalı sözün birinci mənası həqiqi olur, digər mənalar isə törəmi olur, məcazi mənada olur. Amonimdə isə hər 2 məna, hər 3 məna, nə qədər 4 dənə mənası varlar, hamısı həqiqi mənada olur. Amonimlərdə məcazilik olmayacaq. Gəlin, bunu da bura qeyd edək. Yazıram 3-cü. Çoxmənalı sözlər demək nə idi? Məcazi, yəni törəmə, sonradan qazanılmış məna olurdu. Lakin amonimlər isə yalnız həqiqi mənada. Yalnız həqiqi mənada olacaqdır. Bundan əlavə olaraq, amonimlər lüğətlərdə ayrı-ayrı sözlər kimi göstərilir. Məsələn, yazılır divan, birinci mənası, 2.2-ci mənası. O cür çoxmənalı sözlər isə bu cürlə verilməyəcəkdir.
Ən əsas üç fərqimiz təbii ki, bunlar idi. Çox mənalılar yalnız eyni diksiyasına aid olur, məcazi mənada işlənirlər və çox mənalı sözlər arasında məna əlaqəsi, məna uyğunluğu olur. Lakin amonimlərdə isə mənalar arasında heç bir uyğunluq olmur. Həm eyni, həm müxtəlif diksiyələrinə aid ola bilər. Həmçinin bir fərqimiz nə idi? Yalnız həqiqi mənada olacaqlar. Ümid edirəm ki, bu hissə sizə aydın oldu. Bu hissə ilə bağlı bir sual qalmadı ağlınızda. Bunu da qeyd eləmək istəyirəm ki, dilimizdə elə sözlər var ki, onlar həm amonim, həm də çox mənalılıq funksiyasına malik olurlar. Məsələn, elə tut sözünü nümunə göstərək. Tut sözünün amonimliyi olacaq meyvə tut, bir də topu tutmaq. Çox mənalılığı isə söz tutmaq, sir tutmaq, yəni məcazi mənada olur. Sirri mən əlimdə tuta bilmərəm ki. Və yaxud da tutalım ki, yay sözü amonimliyi olacaq fəsil mənasında, 4 fəsildən biri. İkinci bir mənası olacaq nəyisə yaymaq, məsələn, xəmiri yaymaq. Üçüncü mənası olacaq yay, silah, ox, yay o mənada. Çox mənalığı isə olacaq ki, yaymaq, məsələn, sirri yaymaq, söz yaymaq. Sözü həqiqətən də mən xəmir kimi yayıb genişləndirə bilmərəm ki, bu nədir? Onun məcazi mənası olacaqdır. Və yaxud da yar sözü olsun. Amonimliyi olacaq, bir var yarmaq, parçalamaq. Bir var ki, yar, sevgili. Çox mənalığı, məcazi mənası olacaq mühasirəni yarmaq. Yəni, bu cür nə qədər sözümüz var. Əgər dərslərimizə qoşulsanız, o sözlərdən imtahana ən çox düşəcək olanların PDF-ini sizə göndərəcəyik. Mövzumuzun izahı bu qədər. Hər hansı bir sualınız varsa rəy bölməsində qeyd edə bilərsiniz. Əgər video faydalı olsa, videomuzu bəyənməyi, dostlarınızla bölüşməyi, kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər sağ olun, salamat qalın.